İmam Sadiq əleyhissalamın bir dənə hədisi var. Ağa buyurur ki, bəzən Allah bəndələrinə gülər bu ibarətlə. Yəni çox təəccüblənər bəndələrin bəzi hərəkətlərindən. Dedilər, ağa, hansı hərəkətlərdir? Buyurdu ki, bəndələr ondan başqasının qapısını döyərkən Allah bu cür xitab eləyər bəndələrinə: ay mənim qafil və qəflətdə olan bəndəm, ay mənim xəbərsiz və nadan bəndəm, sən bilmirsən ki, döydüyün qapılar da mənim icazəmlə açılır. Sən bilmirsən ki, ya döydüyün qapıların açılması da mənim ixtiyarımdadır. Mən açım ki, gərək açılsın. Əgər bu şeylər sonda mənə bağlanırsa, elə əvvəldə niyə mənim qapımı döymürsən? Gedib başqa qapılar döyürsən. Və bəzən biz müəyyən, hətta adi dünyəvi və maddi işlər üçün Allahı müəyyən şəxslərlə dəyişirik. Görsən, bir nəfər sənə iş tapşırıb, o bir nəfər ki, sənin ondan işin keçir. Mümkündür, iş rejimi baxımından ondan işin keçər, sənin müdürün ola. Mümkündür, belənçi ümumiyyətdə bir yoldaşlıqda, qonşuluqda, qohumluqda işin keçər. Bir dənə iş tapşırır sənə. 5-3 dəfədə o adam sənə yaxşılıq eləyib və çətinliyin də olanda sənə köməklik göstərir. Əzan verilir, qalmısan Allahla onun arasında. Görəsən namazımı qılım gedim, yoxsa gedim eləyim, namaz onsuz qəzaya gedmir ki, sonra qılaram da. Bir dənə fərdlə Allahı dəyişirik. Əgər namazını qılmayıb geçsin, onda mütləq o işində problemlər çıxacaq. Yox, əgər namazını qılıb geçsin, onda mütləq budur ki, o işin barəsində səndən heç kim sorğu-sual eləməyəcək. Heç kim deməyəcək, niyə gecikdin? Hətta bəzən olur, deyirlər, yaxşıdır ki, gec gəldin. Niyə? 5 dəqiqə Allaha xatir namaz qılmışdın. O 5 dəqiqəni Allah sənə utdurur. Deyir, yaxşıdır ki, gec gəldin, onsuz elə məsələ nazır dögülüydü, nəsə. Amma əksi olanda İmam Sadiq əleyhissalam buyurur ki, o cür elə söz həm Allahın gözündən düşərsiniz ki, gedim işimi görün, filan kəs deyib də daha ayıbdır, sonra namaz qılaram. İmam Sadiq ağa buyurur ki, həm Allahın nəzərindən düşərsiniz, həm də o insanın nəzərindən düşərsiniz. Mən fikirləşirdim ki, bu işi görməklə filan kəsə yaxınlaşmış olacağım. Mən fikirləşirdim ki, bu addımı atmaqla filan kəsin yanında əziz olacağım. Allahın işini ondan sonraya salmaqla Allah məni o filan kəsin yanında əziz yox, zəlil eləyir. Əksinə o mənə nifrət eləyir. Onun məndən xoşu gəlmir. Ona görə əsas və mühüm məsələ ki, bizi problemlərlə üzləşdirir, bütün hər şeyimizin gələcəyi mənbəyi unutmaq məsələmizdir bizim. Hər nəyimizin hardan gəldiyini unutmaqlığımızdır ki, o da Allahdır. Hər kim neynəsə səni üçün, hər kim nətər eləsə səni üçün, kim nə kömək eləsə, vasitəçilik eləsə, əlindən tutsa, borc versə, xəstə vaxtında yanında olsa, rəhmətə gedən olanda kömək eləsə, hər halda bütün işlərdə Allah istəməsə və yönəltməsə olmaz. Allah icazə verməsə heç kim gələ bilməz. Allahın iradəsi olmasa heç kim gələ bilməz. Bunlar hamısı bir dənə Allahın iradəsinə bağlı olan işlərdir. Amma məsələ budur, biz bu iradə sahibini unuduruq, ümidlərimizi bağlayırıq şəxslərə və fərdlərə. Görsən, həkimə deyirik, həkim olmasaydı uşaq ölmüşdü. Həkim olmasaydı uşaq ölmüşdü. Kaş sən öləydin o uşaqdan qabaq da belə də danışmayaydın.
ki həkim olmasaydı uşaq ölmüşdü. Həkim nə karədir ki bir nəfərə həyat versin, ya yaşatsın, ya gecikməyi ilə bir nəfərin ölümü gəlsin. Filan kəs olmasaydı inan rüsvay olmuşdu. Allah 50 ildir eyiblərimizin üstünə pərdə çəkir, heç demir ki Allah olmasaydı rüsvay olmuşdu. Nədir filan kəs mənə 10 manat pul verib, borcumu vaxtında qaytarmışam, filan kəs olmasaydı rüsvay olmuşdu. Abır-həya yaxşı şeydir adamda. 50 ildə Allah doğrudan məni rüsvay eləyən günahlarımın üstünü örtür, bir dəfə deməmişəm Allah çox sağ ol. İndi filan kəs olmasaydı mən rüsvay olmuşdum. Rüsvayçılıq budur ki mən bu cür danışıram. Biyabırçılıq budur ki mən bu cür danışıram. Haqsızlıq budur ki mən bu cür danışıram. Nəinki filan kəsin mənə kömək eləyib bir borcumu vaxtında verməsinə vasitəçilik eləməkliyi ki ona da verən var. Ona bir nəfər pul verməsəydi ki o da Allah'dır, o mənə necə verəcəkdi? Allah ona ruzu verməsəydi mənə necə verəcəkdi? Peyğəmbərin hədisi yoxdur ki, Allahın sözü üçün yazdığı ruzudan artığını əldə eləmək üçün çalışmayın, boşuna zəhmət çəkmiş olarsınız. Ondan nə varsa Allah vermişdi ona da. Birbaşa bu neyməti verən yaddan çıxıb, fərdlər olub forma. Ona görə imam buyurur ki, bir qrup görəcəksiniz kasıbçılığı ilə əlləşir, kasıbçılığı ilə əlbəyək olub. Bir qrupda varlılar görəcəksiniz ki, Allahın bunlara verdiyi neymətin qarşısında şükürsüzlük eləyirlər. Allah yadlarına düşmür, şükür eləmirlər Allahın neymətlərinə. Bu da zamanənin pisliyinin göstərici əlamətlərindəndir ki, kasıb kasıbçılığın bilmir, varlı da nemətin verənini unudub. Ki, keçən dəfədə demişdik, bu cür olanda varlılar bütün ictimai intizamı bir-birinə vururlar. Çünki çox işlər bunların əlindən keçir. Və o Peyğəmbərin kəlamı buyurdu ki, axır zamanın əlamətlərindən biri odur ki, imkanlılar var dövlətlərini həriscəsinə yaşayırlar. Və məzmunən belə bir anlam başa düşürük buradan ki, bir zaman gələcək insanlar var dövlətlərini, mülklərini dinlərindən yaxşı qoruyacaqlar. Dinlərin o cür qorumayacaqlar. Dini qorumaqda o cür həssas olmayacaqlar. Var dövlətlərin o cür qoruyacaqlar. Ona görə imam buyururdu ki, bu cür zamanlarda dünyanın müvəqqətiliyin qısa zaman olmasın, ömrümüzün çox qısa olmasın ki, bu xütbənin əvvəlində demişdi də, əcəlun mənqus, çox qısa bir ömrümüz var sizin. Əməlun məhfuz, hər şeyimiz qeyd olunur, yazılır. Ehtiyatlı olun, Allahı dəyişməyəsiniz dünyanla, Allahı dəyişməyəsiniz insanlarla və o sizin zati əqidə və fitri inancınız ki var, onu ləkələməyəsiniz. Əgər insanın zati əqidəsi və fitri inancı ləkələndi, sonra elə hər şeyə inanar, hər şeyə səcdə eləyər, hər şeyə bel bağlayar, hər şeyə baş əyər, hər kəsə baş üstə deyər. Bir nəfərin ki, əqidəsi zədələndi və ondan adam olmaz. O əqidə zədələnməmək üçün gərək bu meyyarlar ki, Əmirəl-Müminin əleyhissalam qabağımıza qoyub ki, qısa bir dənə ömrümüz var, yalancı və fani bir dənə dünyada yaşayırıq. Eyni zamanda bütün bu şeylərə rağmen elədiklərimizin hamısı yazılır və bir gün qarşımıza qoyulacaq. Onda insan o inanc və əqidəsini zədələməz ki, Allahın yerində başqası otursun. Həzrəti Davuda Allah vəhy elədi, Davudu evi təmizdə, qonaq gələcəyəm sizə. Həzrəti Davud sual elədi, Allah, sən ki məkana sığmayan Allahsan, sən ki cism olmayan Allahsan, necə bizə gələcəksən? Vəhy göndərdi Allah, Davud, mən ev deyəndə sənin o yaşadığın daşdan tikdiyin evi demirəm ki, qəlb evi deyirəm sənin. Qəlbimi təmizlə ki, mən həmişə orada olum. Sual elədi Davud, Allah, necə təmizləyim qəlbimi? Dedim, mənim xoşum gəlməyənləri oradan çıxart. Mən onlarla bir məclisdə oturmaq istəmirəm. Mənim istəmədiklərimi oradan çıxart. Mənim xoşum gəlməyənləri oradan çıxart.
Mən o yerdə oluram ki, orada məni istəyənlər var, orada mənim dalımca gələnlər var, məni qəbul edənlər var, məni qəbul eləməyənlər sırasında mən yoxam.